Dünyanın açılmayan düğünlərindən biri Yaxın Şərq böhranı isə hər gün qanlı səhnələri ilə dünyanı dəhşətə gətirməkdədir. Uşaqların naləsini eşidənlər ümumilikdə dinc sakinlərə divan tutulmasını öz gözləri ilə görən diplomatlar hönkürtüsünü saxlaya bilmir. İsrail rəsmilərinin soyuqqanlı bəyanatlarının ardınca əsəbləri zəif olanların bu görüntülərə baxmaması məsləhətdir. Qəzzada çoxu dinc sakinlər olmaqla itki sayı 1300 nəfəri keçsə də 23 günlük münaqişənin həllinə yönəlmiş beynəlxalq səylər bir nəticə vermir. İsrail tərəfi əməliyyatları davam etdirməkdə israrlıdır. Əməliyyatlara daha 16 min ehtiyatlı olan hərbçinin səfərbər edildiyi bir vaxtda İsrailin baş naziri Benjamin Netanyahu bəyanat verib. Biz artıq terrorçuların onlarla yeraltı tunelini məhv etmişik. Ateşkəsin olub-olmamasından asılı olmayaraq bu missiyanı başa çatdırmaqda israrlıyıq. Ona görə də İsrail xalqının təhlükəsizliyi naminə orduya bu tapşırığı yerinə yetirməyə imkan verməyən heç bir təkliflə razılaşmayacağım. Gün ərzində isə İsrail ordusu Qəzza zolağında Fələstinlilərin məskunlaşdığı əraziləri bombardıman edib. İsrail təyyarələri ötən gün BMT məktəbini dağıtdıqdan sonra bugün də həmin məktəbin yaxınlığındakı məscidi hədəf alıb. İndiyədək İsrail ordusu Qəzzada 22 məscidi dağıdıb. İsrailin bir qədər əvvəl məktəb düşərgəsini bombalaması beynəlxalq qanunların pozulması kimi dəyərləndirilib. 27 dinc sakinin, o cümlədən azyaşlıların ölümünə səbəb olan həmin hücum Amerika hökuməti tərəfindən pislənib. Qəzzada İsrailin hücumunu müşahidə etmək və burada baş vermiş hadisələri qiymətləndirmək üçün bölgədə olan BMT-nin Qəzzadakı Fələstinli qaçqınlara yardım fondunun nümayəndəsi Chris Gunness reportaj zamanı hönkürtü ilə ağlayıb. Gördüklərindən dəhşətə gələn BMT nümayəndəsi reportaj zamanı Fələstinlilərin, hətta onların uşaqlarının belə hüquqlarının pozulduğunu dilə gətirib.